Salam, hər vaxtınız xeyir müəllimlər. Demək, bugün mən sizə izah edəcəm ödənişsiz WhatsApp qruplarında paylaşdığım üçbucaqlar mövzusuna aid 4 sualın izahını. Birinci sualı görürük. Birinci sual demək, deyir ki, şəkildə üçbucaq, yəni SABC 14 kvadrat santimetrdir. Burada qeyd edək. Üçbucaq ABC'nin sahəsi 14 kvadrat santimetrdir. Burada ölçülər verilib. AY 2, YB 5, BC 6, CD 4 olarsa SBYD neçə kvadrat santimetrdir? Baxın, həmin şəkli hətta mən buradan kopyalayayım. Bu bizə burada lazım olacaq. Demək, bax, söhbət gedir SABC-dən. SABC-nin sahəsini mən burada yazıram. 2-də 1, 2-də 1, AB neçədir? 5, 2, 7. Bir də BC neçədir? 6. Burada deyirəm alfa. Vurulsun sinüs alfa. Düstur budur da. Yəni 2-də 1 AB sinüs alfa. Bu da bizə verilib neçə? 14. Bax, buradan 6 ilə 2 geçsin. 3. Hər tərəfə də 7 deyə bilək. Burada qalacaq neçə? 2. Onda 3 sinüs alfa bərabər 2. Buradan çıxdı ki, sinüs alfa nədir? 3-də 2. Sinüs alfanı tapdıq 3-də 2. Əla. İndi bizə lazımdır SBYD. Yazıram aşağıdan. S üçbucaq BYD bərabərdir. 2-də 1. BY nədir? 5-dir. Vurulsun BD. İki tərəf onun arasındakı bucağa görə üçbucağın sahəsini tapıram. BD neçədir? 6, 6, 12. Vurulsun bucaq B. Yəni, daha doğrusu bucaq B'nin sinusu. Yəni, sinüs alfa. Sinüs alfanın da qiyməti 3-də 2-dir. Gətirib yerinə qoyuram. Buradan 3, 13, 2, 6, 12 ilə getdi. Neçə qaldı burada? 2, 3-ün 6, 12 ilə getdi. 2 qaldı. Demək, SBY'də 5 gün 10, 2-yə vuranda 20. Bax, SBY'də nə oldu? 20 cavab oldu. Y variantı. Bu oldu bizim birinci sualın həlli. Keçdik ikinci suala. İkinci sualda yenə də şəkli mən götürüb sağ tərəfə qoyum ki, orada rahat şəklin üzərində işləyə bilək. Şəkli burada görürsünüz. Üçbucaq ABC bizə deyir, ABC üçbucağında bucaq DAC 45, bucaq BAD 30, 4 dənə BD, 4 dənə BD 3 dənə DC-yə bərabərdir. O zaman BD-yə 3K yazaq, DC-yə 4K yazaq. Aha. Olarsa B bölgəyə nisbətini tapın. Bizə deyir B bölgə nəyə bərabərdir? Ümumiyyətlə, biz bilirik ki, üçbucağın hər hansı bir təpə nöqtəsindən qarşı tərəfə çəkilmiş parça çəkildiyi tərəfə hansı nisbətdə bölürsə, üçbucağın sahəsində həmin nisbətdə bölür. Yəni, bura düşünün 3S-sə, bura olacaq 4S. Sahələr bu şəkildə ayrılacaq. Yəni, üçbucağın sahəsi bu şəkildə 3-ün 4-ə nisbətində ayrılacaq. Bu AD parçasına da bir dənə M desəm, soldakı sahənin 4 misli, sağdakı sahənin 3 mislinə bərabər olacaq. 12S bərabər 12S. Bir də deyirəm, soldakı üçbucağın sahəsi, yəni üçbucaq ABD-nin sahəsinin 4 misli bərabər olacaq üçbucaq ADC-nin 3 mislinə. Hətta yazıram 4 dənə S üçbucaq ABD bərabər olacaq 3 dənə S üçbucaq ADC. Bundan istifadə edib mən demək, B bölgə nisbətini tapmağa çalışacağım. AD-yə də nə demişəm? AD-yə bir dənə M demişəm. Bunu qırmızı ilə yazıram M. Yazıram soldakı üçbucağın sahəsini. 4 vurulsun 2-də 1. AB, ABC'dir. Vur AD, AD M'dir. Vur sinüs 30. Bərabərdir. Hətta bunu aşağıdan yazaq geniş yerdən. Bərabərdir. 3 dənə 2-də 1 vur demək AD, yəni M. Vur AC, yəni B. Vur sinüs 45 dərəcə. İxtisarlarımıza baxaq. 2-də 1-lər getdi. M-lər getdi. Sol tərəfdə qalıb 4C. Vur sinüs alfa. Sinüs 30 dərəcə. Sinüs 30 dərəcə 2-də 1-dir. Sağ tərəfdə qalıb 3 vurulsun B. Yəni 3B. Sinüs 45. Kökdə 2 bölü 2. Buradan 2 ilə də 4 getdi. 2. Qaldı 2C bərabərdir. 3B. Hətta belə yazaq. B vurulsun 3 kökdə 2 bölü 2. Əla. Bizə lazımdır B bölgə.
O zaman hər tərəfi C-yə bölək. Sağ tərəfdə B bölücü, hər tərəfi də 3 kök 2 bölü 2-yə bölsək, demək nə olacaq? 2-ni böləcəyik 3 kökdə 2 bölü 2-yə. O da 2 çevriləndə yuxarı, 3 kökdə 2 aşağıda qalacaq. 2 2-nin sürətdə 4 olacaq. Bizdə B böləcək olacaq bu. Məxrəcdə irrasionaldan azad eləsək, olacaq kök 2-yə vurub bölsək 6, surətdə də 4 kök 2. 2-yə ixtisar aparsaq, burada 3, burada 2. Nəticə 2 kökdə 2 bölünsün 3 olacaq. Bəli, cavabımız oldu 2 kökdə 2 bölü 3, yəni B variantı. Keçirik 3-cü suala. 3-cü sual biraz əvvəl izah etdiyim sualın, yəni o suala analoji bir sualdır, ona yaxın bir sualdır. Gəlin baxaq görək bunun həlli, burada nə soruşulur və ümumiyyətlə həlli necə olacaq. Üçbucaq ABC-də bizə deyib 3 dənə DC bərabər 2 dənə BD. O zaman BD-yə 3K yazaq, DC-yə 2K yazaq. Yaxşı. Və bizdən soruşulur nə? AB 10-dur, AC 6-dır, sinus alfanı tapın. Bura bir dənə M yazıb, bunu da sahələrlə yazmaya çalışacağım. Diqqətlə baxaq. Yəni, biraz əvvəl yazdığım üsulla bunu da yazmaya çalışacağım. Sol tərəfdəki üçbucağın, yəni ABD-nin sahəsi 3S-dirsə, ADC-nin sahəsi 2S-dir. Onda soldakı üçbucağın, yəni ABD-nin 2 misli ADC-nin 3 mislinə bərabər olmalıdır. Yaxşı. Çünki bir bayaq dedim bunu ki, üçbucağın bir təpə nöqtəsindən çəkilmiş qarşı tərəfə çəkilmiş parça həmin tərəfə hansı nisbətdə bölürsə, üçbucağın sahəsini də həmin nisbətdə böləcək. O zaman soldakı sahənin dediyi 2 misli. 2 vurulsun. Çünki 2 misli 6S eləyəcək, sağdakında 3 misli 6S eləyəcək və nəticədə bərabər olacaq. 2 vurulsun, soldakı üçbucağın sahəsi 2də 1 vur 10 vur, yəni ABD-nin sahəsi 2də 1 vur AB, yəni 10 vur AD, yəni M vur sinus alfa. Bərabər olacaq. Bərabər olacaq. Demək 3 vur 2də 1, sağdakının 3 misli dedik. Vurulsun 6 vur M vur sinus 30. Sadələşdirək. M-lər getdi, 2-lər getdi. Oldu 20 sinus alfa. Sağda da 3 altın 18 sinus 30. Yəni 2də 1. Bunlar da getdi. 9 qaldı. Demək sinus alfa neçə olacaq burada? 9 bölü 20. Bəli, cavab oldu D variantı. Gördüyünüz kimi əslində sadə bir həlli var. Əsas olan nədir? Bunun həlli metodudur. Həlli metodun, həlli üsulunu biləndən sonra çox rahat şəkildə axtarılan, yəni o nə axtardısa onu biz rahat tapa bilirik. Əsas önəmli olan yenə də deyirəm, həlli, yəni yanaşma üsulunu bilməkdir. Və bu üsulları mən öz qrupumuzda dəfələrlə demişəm. İndi əgər orada ödənişsiz WhatsApp qruplarında bizim tələbə müdavimlərdən varsa, yəqin ki, bu sualları rahat şəkildə yazıblar. Keçdik 4-cü suala. 4-cü sualda yenə də şəkil götürək qoyaq sağ tərəfə. Fikir verin. Bizə deyir ki, şəkildə AY 3-dür, AC 2-dir, CD 4-dür, SABC, SADY. Bax, əsas şərtimiz budur. Əsas şərtimiz SABC bərabərdir, SADY. Bax, bu iki üçbucağın sahəsi bərabərdir. X neçə santimetrdir? Bizdən soruşur X-i. Mən SABC-ni tapıram öncə. Bax, burada deyirəm bir alfa bucağı. SABC. SABC 2də 1 vur AB, yəni X plus 3. Vur AC, yəni 2. Vur sinus alfa. Bərabər olacaq. SADY. ADY olacaq 2də 1 vur AY. Vur AD, yəni 6. Vur sinus alfa. 2də 1. Demək AY, AD, sinus alfa. Hər tərəfdən 2də 1-lər getdi. Sinus alfalar getdi. Sol tərəfdə, hətta hər tərəfi 2-yə bölək. Burada qalacaq 3. Sol tərəfdə qaldı X plus 3. Sağ tərəfdə 3 üçün 9. Və buradan da X bərabər 9 minus 3, yəni 6 santimetr. Bax, bu da 4-cü sualımızın cavabı. Ümid edirəm ki,
aydın oldu. Bu qədər. Sağ olun. Növbəti videolarda görüşənədək. Suallara münasibət bildirin videoda, şərh yazın, paylaşın, dəstək olun. İnşallah biz də əlimizdən gəldiyi qədər sizlərə dəstək olacağıq. Bax belə suallarla, sual izahları ilə. Sağ olun, hələlik.